Herkese selamlar. Bugün 8 yanvardır və artıq demək olar ki 2026-cı ilə keçdik və əvvəlki videoda dediyim kimi yenə də ilk başda olaraq mən sizə öz irəliləyişlərimdən sizə bir şey söyləmək istəyirəm və təbii ki hələ ki heç bir böyük bir nəticəm yoxdur, amma yenə də müştəri axtarışına davam edirəm və əsas hədəfim isə həqiqətən də bir müştəri tapıb, yəni başqa bir müştəri tapıb ona gözəl bir nəticə gətirmək istəyirəm. Ona daha çox müştəri gətirməyi planlaşdırıram və bunu sadəcə və sadəcə Instagram üzərindən hələ ki planlaşdırıram və bu müştəridən yığdığım nəticələr də istifadə edib daha çox müştəriyə daha çox nəticə gətirməyi planlaşdırıram və düzdür, hələ heç bir nəticəm yoxdur, hələ heç bir müştəridən böyük bir nəticə əldə etməmişəm. Amma ilk müştərimlə hələ də əməkdaşlığa davam edirəm və ona da artıq nəticə gətirməyi planlaşdırıram və bu son günlərdə etdiyim araşdırmaları da müştərinin Instagram hesabına tətbiq etməyə çalışıram və ümid edirəm ki, böyük nəticələr əldə etdikdən sonra bunu YouTube vasitəsilə paylaşmağa çalışacağam və indi əsas mərhələ isə hələ ki müştəri axtarışıdır və müştəri axtarışına hər gün davam edirəm. Hər gün bir çox bizneslərə DM yazıram və hələ heç bir əməkdaşlıq etməmişəm, amma əməkdaşlıq edən kimi mən sizə buradan YouTube vasitəsilə söyləməyə çalışacağam və ümid edirəm ki, böyük bir nəticə gətirməyə çalışacağam. Hər kəsin eşitdiyi bir cümlə var. Bu insan çox istedadlı bir insandır. Amma burada əsas bir sual ortaya çıxır. Niyə potensialı çox olan insanlar nəticə göstərə bilmir? Bu sualın cavabı isə çox sadədir. İstedad disiplinsiz qalanda heç bir şey çevrilir. Amma bir insanın istedadı olmadan da hər gün disiplinli bir şəkildə addım atmağa çalışsa, nəticə göstərməsi çox mümkündür. Və burada isə mən sizə bu videoda bu mövzuyu daha açıq şəkildə, daha aydın şəkildə anlatmış olacağam. Və vaxt itirmədən mövzuya keçək. İstedad isə çox vaxt insanı zəiflədir. Çünki istedadlı insan başlanğıcda tez nəticə alır və etdiyi çalışmaların nəticəsini tez gördüyündən sonra isə o artıq istedadına güvənmiş olur və bir müddətdən sonra isə çalışmalarını dayandırıb rahatlığa düçar olur. Və burada da onun beynində bir fikir yaranmış olur. Mən artıq bu şeyləri onsuz da bacarıram. Və bu fikir əslində həmin o insanda egonu formalaşdırır. Və mənim bir il əvvəl də çəkdiyim videolarda mən ego haqqında əslində bir çox mövzuya toxunmuş olmuşam və burada da əslində həmin o insan öz istedadına güvəndikdən sonra isə rahatlığa düçar olur və bir müddətdən sonra isə çalışmalarını dayandırır, çünki artıq burada istedadına güvənib rahatlayır və burada da onun egosu artdığından artıq o özünü digər insanlardan, digər istedadlı insanlardan özünü fərqli bilir və nəticədə isə həmin o insanda bir müddətdən sonra həmin o istedad da yavaş-yavaş yox olmuş olur. Təsəvvür et ki, sənin böyük bir istedadın var, içində böyük bir potensial var. Məsələn, rəsm bacarığın olsun, dizayn bacarığın olsun və yaxud da idman bacarığın olsun, oxuma bacarığın olsun və yaxud da müxtəlif bacarığın ola bilər. Və sən hər gün bu istedadına güvənib arxaya çəkilsən, rahatlıq zonasına düçar olub, heç bir şey etməsən, çünki özünə güvənirsən və burada isə əslində öz güvən deyil, burada öz egonu formalaşdırmış olursan, çünki özünə güvənib heç bir şey etmirsən. Amma bu özünə güvən deyil, bu egodur. Çünki sən bu istedadına güvənib heç bir şey etmirsənsə və hər gün TikTok izləyirsənsə və yaxud da YouTube'da müxtəlif kinolara baxırsansa, amma digər tərəfdən isə sən istedadını formalaşdırmaq üçün heç bir şey etmirsənsə, burada sən bir müddətdən sonra istedadını yavaş-yavaş heç bir şey çevirmiş olacaqsan. Amma sən hər gün ayağa qalxıb disiplinli bir şəkildə istedadını formalaşdırmaq üçün hər gün çalışsan, bir müddətdən sonra sən həqiqətən də bu istedadından böyük bir nəticə əldə etmiş olacaqsın. Amma bir çox insan isə öz istedadına güvənib heç bir şey etmir və o istedaddan qazanacağı nəticələr isə bir müddətdən sonra onun üçün xəyala çevrilmiş olur. Amma sənin içində böyük bir istedad varsa, bu istedadını görüb tez bir zamanda hərəkətə keçməlisən, hər gün disiplinli bir şəkildə çalışmalısan və
Bir çox insanın xəyal qurduğu şeyləri isə sən reallaşdırmalısan. Amma bəzən də istedadsız olduğunuz halda hər gün disiplinli bir şəkildə çalışsanız, əslində bir nəticə əldə etməyiniz həqiqətən də mümkündür. Məsəl üçün, mən sizə özümdən bir nümunə söyləmək istəyirəm. Mən uşaqlıqdan bəri rəsm bacarığım var və hələ də rəsm bacarığımı davam etdirirəm. Hər gün rəsmlər çəkirəm demək olar ki, amma İndi isə heç istedadım olmadığı, heç bir biliyim olmadan bir insanın mətbəx stoluna Instagram hesabını idarə etməyə çalışıram. Ona daha çox müştəri gətirməyə çalışıram və burada da həqiqətən də istedadım yoxdur, amma hər gün disiplinli bir şəkildə çalışıram. Amma artıq yavaş-yavaş ona nəticə gətirdiyimi görürəm və burada da sizin öyrənəcəyiniz şey odur ki, əslində sizin istedadınız olmasa belə, siz hər gün disiplinli bir şəkildə addım atmağa çalışsanız, siz bir müddətdən sonra içinizdəki o potensialı öyrənmiş olacaqsınız. İndi isə eləyə biləcəyiniz ən gözəl şeylərdən biri, əgər ki sizin istedadınız varsa, onu tez bir zamanda görüb hərəkətə keçmənizdir. Çünki bir çox insan öz istedadına güvənib, rahatlıq zonasına düçar olub, hər gün TikTokda videolar izləyir və yaxud Instagramda boş-boş vaxt keçirir. Amma əgər ki sənin içində bir istedad varsa, onu formalaşdırmaq üçün hər gün çalışmalısan. Əgər ki mənim bu videom sizin üçün faydalı oldusa, mənim digər videolarıma da baxmaq üçün YouTube kanalıma girib abunə olub, digər videolara da baxıb like ata bilərsiniz. Sağ olun, özünüzə yaxşı baxın. Görüşmək ümidi ilə.